Süfrədə rəngarəng görüntüsü, aromatik dadı ilə çox gözəl bir dad olan özbək plovu hazırlayırıq. Soğanı lay-lay doğrayıb, qazana əlavə edib, ardınca kökləri də uzunsov formada doğrayıb. Dana və quzu ətini quşbaşı şəkildə doğrayırıq. Öncə qazana bitki yağı, ardınca kərə yağı əlavə edib, doğradığımız soğanları biraz qovurduq. Qovurduqdan biraz ölçəyəndə üzərinə quşbaşı doğradığımız ətləri əlavə edib, soğan ölçəyənə qədər qovurub, kökü, duz, istiot, sarı kök, pirinç əlavə edib, üzərinə 2 stəkan su əlavə edib, tam ət qovurulana qədər bişirdik. Ardınca nişastası axana qədər yuduğumuz düyünü əlavə edib, üzərinə çıxıncaya qədər su əlavə etdik. Suyu çəkiləndə bu formada qıraq hissələrini önə doğru yığıb, dəliklər açırıq. Ortada açdığımız böyük dəliyə isə sarımsağı, yuduğumuz sarımsağı yerləşdirdik və təxminən 1 saat dəmə qoyuruq. Bizim möhtəşəm plovumuz hazırdır. Siz də hazırlayıb həm süfrənizi, həm gözlərinizə çox gözəl bir gözəllik qata bilərsiniz. Əməyə xatir videonun bəyən işarəsinə basıb kanala like ata bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəs siz necə özbək plovunu necə hazırlayırsınız? Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.